istəmir. Deyir ki, Azərbaycan xalqı bədbəxtdir. Məndən başqa heç kimi seçə bilməz. Mənəm yalnız bu xalqı əsarətdə saxlamaq qadir olan. İlham Əliyev getməsə bu xalqa azadlıq yoxdur. Xalq özünü tanımasa, öz ölkəsinə yiyə durmasa, İlham Əliyev elə yenə də yapışacaq, zəli gömüşdən yapışan kimi bu ölkədən. Atasız mülkünü ona miras qoya bilərdi. Azərbaycanın dövləti ona miras deyil. Neçə illərdir küçələrdəyəm. 5 gün baş prokurorda yatmışam. 5 gün prezident aparatında. Mənə dedilər ki, Barack Obama'ya şikayət yaz. Ya məni deportasiya elə ya da zahmet olmasa özü sürüşdür. Məhkəmələrdə, prokurorlarda sürünməkdəyəm. Bir dənə zavod tikilmir. Gənclərimiz hamısı işsizdir. Ali təhsilli avtovokzallarda, Binə bazarında, Sədərək bazarında hambal işləyirlər. Nə qədər İlham Əliyev, onun tayfası hakimiyyətdədir. Bu xalqa azadlıq yoxdur. İlham Əliyev getməlidir Azərbaycandan. Bütün tayfası ilə kəmalətdirlər. İlham Əliyev. Biz belə hökumətdir. 1 il 6 ay vermişsiniz, amanət öldürüblər, hələ açıqlamırlar ki, kim öldürübdür, nə tərdir? Öz Azərbaycanımız, öz Azərbaycanımız. Öz belə balamı öldürəni də Allah onun balasını öldürsün, belə hökumət. Belə hökumətin də balasını Allah öldürsün. Gülmünə bala saxladın. Prezident aparatından böyük yer yoxdur. Orada getmişəm, məni sürüyüb şöbəyə salıblar. Buradadır, hamısı da hamısına da şikayətim var. Hamısı da buradadır. Bax bu da bax buradadır. Bunun hamısı prezident aparatından. Orada böyle. Ne yaparsınız onu? Ay keçəylə. O yana dedi. Heç nə eləmirdi. O da bir adam. Kesin arkaya. Kajeri kesin arkaya. Elimi vurma mənə. Elimi vurma mənə. Kesin arkaya. Elimi vurma mənə dedi. Olmadı yaxşı kesin arkaya. Yağlıları, qadınları el dəyməyin. Aydındır kesin arkaya. Niye gelir buraya? Gelir. Hüquq müdafiəçisidir. Siz nə istəyirsiniz ki? Bak kulak atıyor kulak. Ben kimim? Ay xanım, bax. Biz sizdən sabahsızlıq, ağılsızlıq, nədir? Biz söz soruşu bilmirik. Biz söz soruşup bırakırıq da. Xahiş edirəm o cinayətlərin üstü açılsın. Belə bir rəhbəra ölüm olsun. Neyləmişdin məni küçələrə uç uşağına salmışsan? 8 ildir məhkəmələrdəyəm. O qanun hansı qanundur ki, məni bu cür ölür dirildir. Nazirlər kabineti ölüyə sənəd verib diriyə. Öldürüblər mənim balamı. İçalatın satıblar. Yaşar Həsənov. Başda durmaq şərti ilə. Hələ açılmır. Haradar şikayət eləyirsən, şeye yolluyorlar. Xanların üstüne. Müdafiə Nazirliyinə. Hələ açıqlanmır balamın siri. Mənim balamı öldürəni də Allah öldürsün. Boşaldı bura. Daha ne terlirsin? Bir dakika durma. Aç. Sen karşına. Hallile daha hallile. Geyretin satmışsın boşaldı. Kemal'a. Gözde tut Kemal'a. Şerefsizdir. Kemal'a. Sakit ol. Sonra der polis. Sakit ol. Gözünü bir daha gözünü. Kemal'a. Kanuna icazə kağızını göster. İlham Əliyevin oğlu göster. Kemal'a. Sakit ol. Sakit ol. 18 yaşımız var. 18 yaşında uşağın yok. Çeşsin de. 18 yaşından aşağı Başka biri boşaldı bura. Siz keçin. Geçin de sen şimdi Bu uşağı değil, bu uşağı. Ha bırak geçsin. Haydi. Haydi. Bastı. İcazet ver. Boşalın buranı. Medeniyetin olsun az. Ay bas çakalım. Sakin ol. İlham Əliyevə sual versinlər, kişidirlərsə. Xaricdə 13 yaşından Sən 14 yaşı olan
Heydər Əliyevə, balaca Heydər Əliyevə Dubayda villa alanda hansı ixtiyarla 14 yaşında uşağa ev almaq olar? Ay oğru, ay xəyanətçar. Bir dənə varlı balası ölmür. Kasımın balasıdır. Kasımın balası. Kasımın niye varlının da balası ölmür? Aydındır. Bunları götürdük. Kayla aldık. Götürün bunları. Hamısını bunları. Aparın içeriye. Ay yavaşım bile bak. Ay yavaşım. Ay çıkırma. Ay durma. Yavaş koyun. Ay şimdi yavaş. Ay şurada şimdi bak öldü. Hiç de olmaz. O senedi götürüm. O senedi götürüm. Yavaş. O senedi götürüm. Çek onu. Yaparım. Bize de yaş başına ferfe. Baş yaş. Hacı yavaş koy yoldaşım. Kocasın. Kocasın. Başı kocasın. Başı kocasın. Hara aparsınız beni? Hara aparsınız beni? Hay kim Azerbaycan'ın sabahı çok aydındır. O sabaha oğulluk mesafesinden geçmek olmaz. Azerbaycan'ın sabahı hem de bizim sabahçı 19 Ağustos Milli Şura'nın sabahçı sesiyasından biraz da asılıdır. Az asılıdır ama biraz da asılıdır. Biz Milli Şura'nın sədrini seçtik, vahid namizədini seçtik. Gəlin indi onun da seçimine hürmetle yanaşaq. Milli Şura'nın sədri ve vahid namizədi bizim vahid namizədimiz olduğuna göre onun dediklerine de biraz kulak açaq. Onun tövsiyesini nəzərə alaq, onun məktubunu nəzərə alaq. Ben inanıram ki bunu sabah biz nəzərə alacağız. Ve sabah mütləq ve mütləq biz uygun karar kabul edeceğiz. Bu karar Rüstem İbrahim Beyov'un mektubunda gösterdiğine uygun karar olacak. Bu karar daha tezeden aktarışlar aparmağa hesaplanmış karar olmayacak. Sabahı aydın, azad, abad olan Azerbaycan vatandaşlarına, Azerbaycan gençliğine müracaat etmek istedim ki siz deyirsiniz ki bakın, yaşamayın, okun, adı koymuşuz gelin al, bizim kadınların şotunu almasın. Bəli, okuyun, görün kim, 20 lira hem güzel, ama göz de gündeyim, bir de dişimi gel. Görün milletin kanına çekip okuyun, görün kim olmuşum. Allah görün kimler təsdik edin. Okuyun, görün. İşte Ədliyə Nazirliğini ödülər, Ədliyə Nazirliğinin adamları İlham Əliyevin əleyhinə işləyirlər. İnanın mənə, xalq onlar qaldırırlar prezidentin adına, onlar. Biz prezidentimizi təriflədik, bizi qaldırırlar ki, hamı eləyən odur. Bax, Ədliyə Nazirliğidir, gedin inanmışsınız, gedin soruşun, görün milleti başına oynatırlar. O tarafa geçsin, o tarafa, o tarafa. 7 lira onu verdi. Ben kadın şotlatanlar oturup kresloda. Mesrede atlarını koyup kişi. Ben gelmişim pozlu gibi şerefim taptalana. Sınar ortaya hansı belemden şerefimler. Biz kabul eləmirlər. Kasımların nə qədər evvellanlar, nə qədər hüquqlarımızı əlimizdən alarlar, nə qədər məhkəmə sədrləri. Ben kabul etşe bilmirəm. Milyonlar qırırlar kasımların evlərini hesabına. Ayıb olsun, bu millətin qızları pis yola göndərirsiniz. Necə hakimiyyətdə süzsünüz, hə?
Bəli, Gürcistan vətəndaşım gəlmişəm Azərbaycanda namusla, qeyrətlə döyüşməyə. Amma adımı şərəfsiz qoyub didərgin saldılar. Soruşun ki, ay millət, dərdin nədir, nə istəyirsən? Nə qədər Azərbaycan qızlarını pis yol göndərirlər. Hərbiçi oxuya bilərsiniz kim olduğunuzu. Oxu gör kim olduğunu, onda bizə hərbiçi. Allah saxlı vermişik, göndərmişik prezident aparatına. Bilirsiniz nə deyirlər prezident aparatına ədliyyədə? Gəlin öldürün özünüzü. Əcəb olur sizə. Bu seçkilərdən sonra deyirsiniz günləricə elə belə deyirlər. Neynəməli? Bilirsən, prokuratura var ha. Mən döyüşmüşəm. Bizim işimizi baxın. Hansı döyüşlərdə lazımdır, necə lazımdır, elə döyüşmüşəm. Qabaq Elşad abi. 10 yazı Rusiyada niyə yaşamayam? Nəyə görə yaşamayam? Azərbaycanda nə işim var, nə evim var, nə eşim var, nə sığınacaqlarım var. Get işləmə. Köynəlmisən, köynəlmisən. Millətin mülklərini əldən alır. Ayıb olsun bu millətə. Ağrıq. Ay, prezidentim keçiciyə tələb edirəm. Bilirəm necə lazımdır. Sən mənə kömək elə. Gəlin sizə sakit dayanın 5 dəqiqə, cəmaət belə olmaz. Xanım. Eləmirlər. Bu ölkədə insanlara kömək eləmirlər qadınlara. İnanın pulu olmayanlara. Heç mən birinci dəfə deyirəm, sözümü deyirəm. Heç nədən qorxmadan deyirəm sözümü. Bir hərbiçi kimi, 20 ilin döyüşçüsü kimi mən qanun tələb edirəm. Qanun yoxdur, yox.